Təhlükəsizlik təminatı məsələsi ümumi şəkildə yox, konqres şəkildə qoyulur güya və 10 il müddətində bu qüvvədə olacaq və əgər Rusiya davamlı və çoxlu silahdan istifadə etməklə Ukraynaya hücum edərsə yeni demək bu sənəd imzalanandan sonra o halda Amerika Birləşmiş Ştatları və Avropa NATO-nun 5-ci maddəsində olan o müdafiə etmək belə deyək ki, öhdəliyi istiqamətində Rusiya qarşı hərbi əməliyyatlar hətta başlaya bilər. Belə bir güya maddə aid olunub. Digər tərəfdən bu yaxınlarda o Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Umerov, keçmiş müdafiə naziri Amerika Birləşmiş Ştatlarında hətta bəzi məlumatlar gedir ki, bu korrupsiya skandalı ilə bağlı qayıtmaya bilər, amma qayıdıb və artıq açıqlamalar verib, təsdiqləyib ki, Amerika Birləşmiş Ştatlarında müvafiq vəzifəli şəxslərlə bir xeyli müddətdir belə bir plan işlənib, hazırlanır. Düzdür, o hər hansı bir demək maddələrə və bu layihəyə razılıq onun verilməsi barədə bəzi informasiyaları təksib edib və deyib ki, ona belə bir səlahiyyəti də olmayıb. Amma bu məsələlər birbaşa Ukrayna prezidentinin, yəni Zelenskinin özü tərəfindən demək aparılan, nəzərdən keçirilən müzakirələrdə demək qəbul edilir, həll edilir və yaxud rəylər bildirilir. Amma hər halda Amerika tərəfindən bir xeyli texniki ən azı o tərəfi barədə danışıqlarda Umerovun əsasən bu plana razı olması barədəki məlumatlar bugün də yayılmaqda davam edir. Yeri gəlmişkən bir maraqlı bir məqama da diqqət eləyək. Mən dünən dərhal, yəni Avropa Komissiyasının negativ rəyi o açıqlanan layihəyə bildirildi və bildirildi ki, daha Ukraynaya və Avropanın təhlükəsizliyi üçün daha məqbul oluna bilən layihə üzərində işləyir. Və yaxud bu layihəni demək üzərində Avropa Birliyi ölkələri də işləyir. Niyə görə bu vacibdir? Çünki yenə açıqlanan o layihədə imza qoyan tərəflər arasında Ukrayna, Rusiya, ABŞ-la yanaşı Avropa Birliyinin də ayrıca bir yerinin, xəttin olması görülür. Yəni, tərəflərdən biri həmin sənəd imzalanarsa, belə bir sənəd Avropa Birliyi, NATO o cümlədən ayrıca onun da burada imzalaması kimi məsələlər var.